Dostlar salam. Gəlin belə bir sualdan başlayaq. Universitetin diplomları tanınırmı? Çox vaxt təhsil şirkətlərinə bu sualı verirsiniz. Əslində bu sual yanlışdır. Çünki bu sual qarşı tərəfə fürsət verir ki, universitetin sadəcə akkreditasiyalı olduğunu əsas gətirərək, bəli, 100% bu diplomlar tanınır cavabını versin. Halbuki doğru sual belə olmalıdır. Universitetin diplomları hansı hallarda tanına bilər və ya hansı hallarda tanınmaya bilər? Məhz bu sualının cavabını bilmək sizi gələcəkdə diplomların tanınmaması kimi ciddi bir problemdən qoruya bilər. Azərbaycan Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi 34 saylı qərarına əsasən diplomların tanınması üçün tələbənin hər tədris ili ərzində nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən az yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması lazımdır. Yəni, siz təhsil aldığınız ölkəyə heç getmirsinizsə, dərsləri tamamilə onlayn keçirsinizsə, az öncə qeyd etdiyim 34 saylı qərara əsasən Azərbaycan tərəfi həmən diplomları tanımayacaq. Bəzilərinizə bu məlumatı verdikdə digər şirkətlərə müraciət etdik, onlar diplomların Azərbaycanda tanındığını qeyd edirlər, deyirsiniz. Mən inanmıram ki, bütün şirkətlər bu barədə bilərəkdən valideynlərə və tələbələrə yalan danışır. Problem ondadır ki, çox zaman qanunlar oxunmur, araşdırılmır. Vətəndaşlara verilən məlumatlar isə bilgisizlikdən irəli gəlir. Bu səbəbdən gələcəyinizi ehtimallara deyil, rəsmi hüquqi əsaslara söykənərək qurun.